Hər vaxtınız xeyir olsun. Saata baxın. Saat 18:20'dir. Bu da o deməkdir ki, MAQ başladı və mən MAQ Xəyalə bugün 30 dəqiqə sizinlə olacağım. Əminəm ki, darıxmayacaqsınız. Həmişəkindən fərqli olmayaraq. Mən istərdim ki, artıq mövzumuzu açıqlayaq. Həmişəki kimi gənclərdən danışacağıq. Amma bir fərqlə bugün uğurlu gənclərdən danışacağıq. Aktiv, dinamik, daim inkişafda olan gənclər bunu çox yaxşı bilirlər ki, ötən həftə 2 fevral Gənclər Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən ilin yekunlarına dair mükafatlandırma mərasimi baş tutdu və həmin mərasimdə bir çox rəsmi nümayəndələr, gənclər təşkilatlarının nümayəndələri, aktiv, kreativ gənclər iştirak etmişdilər və onlara mükafatlar təqdim olunmuşdu. Mənim özümə də bu mərasim çox maraqlıdır, amma tək əldən səs çıxmaz deyiblər. Təbii ki də həmin tədbirin səbəbkarları bugün studiyamızdadılar. Az sonra onlara söhbətimizə start verəcəyik. Amma MAQ xəbərə keçməzdən öncə mən istərdim ki, qısa bir anons edim. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Bakı Turizm Peşə Məktəbinin texniki imkanlarının artırılması məqsədi ilə 2 illik layihənin həyata keçirilməsinə dair müqavilə imzalanıb. Həmin layihə Bakı Turizm Peşə Məktəbinin dəstəklənməsi adlanır. Əgər dəstək varsa, çox böyük layihəyə oxşayır. Məncə gəlin, həmin layihəni izləyək MAQ xəbər rubrikası vasitəsilə. Turizm sahəsinə maraq göstərən hər kəsi ekran başına dəvət edirəm. Çünki bu sujet məhz sizlər üçündür. Əgər turizm agenti, mehmanxana qeydiyyatçısı, aşbaz, ofisant, barmen və bu kimi başqa ixtisaslar üzrə təcrübə keçmək istəyirsinizsə, deməli bu sujeti sona kimi izləməlisiniz. Bizim layihə Mədəniyyət və Turizm Nazirliyi və BMT İnkişaf Proqramı tərəfindən birgə həyata keçirilir. Layihənin əsas məqsədi turizm sahəsində peşəkar kadrla hazırlanmasından ibarətdir. Həmçinin Bakı Turizm Peşə Məktəbinə dəstək institusional, bir də texniki dəstəyin göstərməsindən ibarətdir. Gördüyünüz kimi bu məktəbdə 5 otağımız var. Onlar müvafiq avadanlıqla təchiz olunub. 2005-ci ildən etibarən artıq bu bir ənənə halını alıbdır. Bir sıra digər turizm informasiya mərkəzlərinin yaradılması ilə bağlı və digər layihələrdə çox uğurlu iştirakçılarımız olubdur. Layihə çərçivəsində tələbələr 1 il müddətində təhsil alırlar. Burada həm nəzəri, həm də praktiki dərslər keçirilir. Bizlər ondan ibarətdir ki, yəni mehmanxana qeydiyyatçısı olan bir şəxs ilk növbədə çox səbirli olmalıdır, insanlarla ünsiyyətdə çox səbirli olmalıdır, sonra özünü toplamağı bacarmalıdır. Çox effektiv dərslər keçirir və bu dərslər də bizim gələcəkdə hər hansı bir mövqedə yer tutmağımızda böyük bir əhəmiyyət olacaq mənim fikrimcə. Burada ingilis dili də var, belə, yəni Türkiyədən aşpaz da gəlir, müəllim, o da bizə master klasslar dərs keçir. İran yeməklərlə Azərbaycan yeməklər, qarışdırmısan yeməklər? Bizim eyni tariximiz var, eyni yeməklərimiz var, eyni hər şeydə ictimai tərəfdən biz eyniyirik. Çox yaxınıq. Çox yaxınıq, kulinariya tərəfdən doğrudan yaxınıq, eyni mətbəxdir. Amma bizim hədəfimiz budur ki, milli mətbəxdən başqa, o da həm İran olur, həm Azərbaycan olur, biz Avropa mətbəxinə girək. BMT İnkişaf Proqramı bir layihəsi olaraq beynəlxalq əməkdaşlığa çox böyük önəm veririk və Türkiyədən və Ukraynadan bizim ekspertlərimiz var. Gəlirlər, uşaqlara treninqlər keçirlər. Yerli ekspertlərimiz, çox gözəl ekspertlərimiz var. Onlar da xaricdən gələn ekspertə gedəndən sonra bu tədrisləri davam elətdirirlər. Həmçinin nəzərə alsaq ki, turizm üçün peşəkarları hazırlayırıq. Fikirləşirik, mütləq ingilis dili dərsləri keçirməlidir və ingilislə çox böyük maraq var uşaqların. Həmçinin psixologiya, etika, estetika, konfliktologiya, gigiyena üzrə onlar dərslər keçirilir. Biz dərs keçiririk. Deməli, Səbinə xanımdan aldığım məlumata görə hal-hazırda burada çox maraqlı bir dərs keçir və dərs keçən müəllimə isə Türkiyədən gəlmiş bir müəllimədir. Gedək görə nə dərslərdir? Zaman yönetimi de son vereceğim. Uşaqlar, nə dərs keçirsiniz burada? Burada aşpazlıqdan dərs keçirik. Türkiyədən gələn İşıl xanım və Soner bəyin sayəsində çox gözəl dərslər keçirik. Bəs yaxşı, maraqlıdır mı dərs? Bəli, maraqlıdır. Ben hepsinden çok umutluyum. Bir kere çok hevesliler. Çok iyi öğrenme isteği taşıyorlar hepsi. Tabii zorlandıkları konular oluyor. Layihənin icrasının nəticəsi olaraq bu sahədə
idarəetmə sistemi gücləndiriləcək. Bəs görəsən, hazırda turizm sahəsində çalışan kadrlar yetərlidirmi? Artıq 517-yə yaxın bir mehmanxananın açılışı mərasimi olubdur və təbii ki, burada kadrlar çalışmalıdır və daima, davamlı bu təsisatlarda çalışmaq üçün bizim deməli, kadrlara, gənclərə ehtiyacımız var. Hazırda biz mətbəxdəyik, amma çox təəssüf ki, uşaqları burada görə bilmədik. Çünki praktiki dərsləri bitib, amma mən sizə onların görüntülərini təqdim edəcəm. Biz fikirləşirik ki, gələcəkdə bu qrupların sayı artsın və ona görə əlimizdən gələni eləyirik ki, uşaqların marağı olsun, reklam eləyirik, Facebookda səhifəmiz var, mütəmadi olaraq medianı dəvət eləyirik ki, gənclərin kim özünü turizm sahəsində görür, kim görmək istəyir, buyursunlar bizim tədris mərkəzimizə. Çünki belə baxanda 5-10 ildən sonra turizm çox inkişaf eləyir və 5-10 ildən sonra Azərbaycan iqtisadiyyatının belə deyə öndə olan bir sahələrdən, qeyri-neft sahələrdən biri olacaq və məhz o vaxtı görünəcək ki, bu peşələrə nə qədər tələbat var. Qeyd edim ki, kurslar pulsuzdur. Turizm sahəsinə maraq göstərən və uğur qazanmaq istəyən hər kəs müraciət edə bilər. Kursun sonunda sertifikat almaq üçünsə mütləq imtahan verməlisiniz. MAQ xəbəri izlədik və layihədən xəbər tutduq. Az öncə də biz qeyd etmişdik ki, 2 fevral Gənclər Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi ilin yekunlarına dair mükafatlandırma mərasimi keçirib və sözü çox uzatmadan, çünki mənim özümə də çox maraqlıdır ki, həmin mərasimdə nələr baş verib, gənclər nə hisslər keçiriblər, ona görə də qonaqlarımızı studiyamıza dəvət etmək istəyirəm. Elə isə qarşılayaq Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmaya xanım Məmmədova və mükafatçılar, buyurun. Wanna see you now then. Hey girl, I like this party. We like the music all night. Wanna see you now then. Una noche Xoş gəlmisiniz Gənclər MAQ-ın studiyasına və aramızda bir yeniyetmə də var. Sən də xoş gəlmisən və mən əminəm ki, bugün çox maraqlı söhbətimiz alınacaq. Çünki uğurlu gənclər studiyamızdadılar. Mən istərdim ki, ilk sualımı da elə məhz bu cür ünvanlayım ki, mərasimin baş tutmasına səbəb nə idi? Səmaya xanım, sizdən başlayaq. Mən sizi salamlayıram Xəyalə xanım. Salam. Bütün gənclərimizi salamlayıram. Mən tamaşaçıları, gənc, müasir Azərbaycan gənclərini salamlayıram. Ümumiyyətlə, belə demək olarsa, bunun bir qısaca olsa tarixinə nəzər salsaq, 1996-cı ildə ilk dəfə Ulu Öndər Heydər Əliyev gənclərlə görüşdü və bu gənclərin ilk forumu idi. Və bu gənclərin ilk forumundan sonra belə bir ənənə qoyuldu və 2 fevral cənab Prezidentin sərəncamı ilə, Ulu Öndərin sərəncamı ilə ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Və elə 1996-cı ildən bugünə kimi hər il 2 fevral Gənclər Günü ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bizim üçün bu çox önəmli gündür əslində. Çünki məhz bu gün biz yaradıcılıqda, elmi sahədə, belə demək olarsa, müxtəlif sahələrdə çox aktiv olan, ölkəmizi uğurla təmsil edən, bu aslı deyil, yəni ölkə daxili, ölkə xarici layihələrdə, yəni əsas o da Azərbaycanı uğurla təmsil edən bütün gəncləri biz həmən gün bir araya toplayırıq və bir araya toplayıb onları mükafatlandırırıq. Bu il xüsusilə əlamətdar bir il oldu. Ona görə ki, ilk dəfə olaraq cənab Prezident İlham Əliyev tərəfindən Prezident mükafatı təsis olundu. Və bu Prezident mükafatı 6 gəncə verildi. Bunlar ilk, belə demək olarsa, Prezident mükafatının qalibləri idi və bunlar deməli 4 sahə üzrə elm, təhsil, mədəniyyət, incəsənət, belə deməksə, siyasi sahələr üzrə demək olar ki, böyük layihələrə imza atan, çox uğurlara imza atan gənclər idi ki, onlara da məsələ 2 fevral Gənclər Günündə Prezident mükafatı təqdim edildi.
Və bizim artıq 3-cü dəfədir ki, Gənclər və İdman Nazirliyinin belə bir layihəsi var. Gənclər Paytaxtı layihəsidir. Biz bunu səs vermə yolu ilə keçirdik. Bundan öncə Gəncə olub və Biləsuvar şəhəri olub, amma biz bu il biraz onu dəyişdik. Sizinlə söhbətə yenə davam edəcəyik, Buyurun, maraqlı buyurun. suallarımız olacaq. Mən istərdim ki, mükafatçılara qaydaq, görək onlar hansı sahə üzrə mükafatlanıblar və nə hisslər keçiriblər. Xanım, elə sizdən başlayaq. Özünüzü təqdim edin. Əlili Gültaç, musiqili teatrın aktrisası. Mənim üçün də çox böyük uğurdur bu. Düzü heç gözləmirdim. Yəni mənim yaşımda gənc aktrisalar çoxdur. Mən 7 il teatrda çalışıram. Ən böyük uğurumdur. Təbii ki, bizim uğurlarımız çox olur. Verdiyimiz hər tamaşa, hər premyera bizim üçün uğur sayılır. Ancaq insanın zəhmətinə, əməyinə dəyər verəndə, qiymət verəndə Xüsusi bir zövq verir. Bəli, həm xüsusi zövq, həm də xüsusi stimul yaranır. Növbəti ildə daha da uğurla fəaliyyət göstərmək üçün. Çox təşəkkür eləyirəm əməyi kəsən hər kəsə. Xüsusilə də Nazirliyin bütün əməkdaşlarına, bütün nümayəndələrinə ki, bəs məni ilin gənc aktrisası, yəni bu mükafatla mükafatlandırdılar. Çox sevinirəm. Gültaç xanım, sizi təbrik edirik və mənim sizə belə bir sualım da var ki, bugünə qədər hansı tamaşalarda rol almısınız? Teatra deməli 2007-ci ildə daxil olmuşam musiqili teatra. Mən universitetdə 2-ci kursda oxuyurdum. Deməli, Şeytanın yubileyində Xəyalə, Amerikalı Kürəkəndə Reyhan, Arşın Mağında Gülçöhrə, Mən deyirəm Min Cavanada Gülnaz, İddialı Qaraçıda Zəri, Milyonçunun Dilənçi oğlunda Qonşu qızı. Bir çox rol var. Bəli, və sonuncu ən uğurlu tamaşam, hansı ki mənim aktyor potensialımı daha çox aşkara çıxartdı. Əbdürrəhəm bəy Haqverdiyev Kimdir Müqəssir tamaşasındakı Bahar obrazı idi ki, mən bu tamaşa ilə özümün kim olduğumu mənə elə gəlir ki, az da olsa, yəni hansı potensiala malik olduğumu az da olsa sübut elədim. Sizə ən yaxın gələn rol, yəni məhz o rol oldu? Mənim bütün rollarım mənim üçün əzizdir, sözün açığı. Ancaq hamı deyir ki, yəni bunu mən kənardan deyilənlərdən belə nəticə çıxartdım ki, Gültaç, sən bu tamaşa ilə daha da özü təsdiqlədin. Mən sizə uğurlu bir gənc hesab edirəm və artıq bunu qiymətləndirildi. Bəli. Və mən istərdim ki, siz bizim üçün bir musiqili nəsə bir ifa edəsiniz, amma sizə vaxt verəcəm. Sonlara yaxın sizdən ifanı istəyəcəm çox həvəslə. Mən istərdim ki, növbəti bir gəncimizə qaydaq, bəyəfəndiyə qaydaq. Görək, o hansı sahə üzrə mükafatlanıb və hisslərinizi bizimlə bölüşərdiniz, zəhmət olmasın. Əli Fərid, mən memarım, Memarlıq və İnşaat Universitetinin müəllimiyəm. İngilis dili qrupalarda landşaft memarlığı və ekoloji memarlıq üzrə dərs deyirəm. Eyni zamanda Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə şöbənin müdürüyəm. Əlbəttə ki, mənim üçün də bu çox xoş bir məqamdır. Ona görə ki, biz şöbə olaraq çalışırıq ki, başqa alimlərə, universitetimizdə çalışan alimlərə və gənclərə, tələbələrimizə böyük imkanlar açaq. Və indi bizdə bir neçə layihə fəaliyyət göstərir, hansı ki, bizim təşəbbüsü ilə inşa olunmuşdur bizim universitetimizdə. Bu layihələrin çərçivəsində bizim tələbələr gedib 1 il, 2 il ərzində yüksək təqaüd alaraq Avropanın ən qabaqcıl universitetlərində təhsil ala bilirlər. Və siz Nazirliyin mükafatına layiq görüldünüz. Son olaraq. Nə hisslər keçirdiniz? Heç gözləyirdiniz siz də Gültaç xanım kimi, yoxsa gözlənilməz oldu? Mənim üçün də gözlənilməz olub. Yəqin ki, bu da sizə bir stimul oldu. Tələbələriniz də bundan sonra daha səbirli davranacaqsınız yəqin ki. Və mənə çox maraqlıdır ki, siz həm də qeyd ediniz ki, müəllimsiniz, ona görə bunu dedim. Və tələbələrinizlə necədir aranız? Yaxşı memarlar yetişirmi Azərbaycanda hazırda? Bəli, və biz çalışırıq ki, daha yaxşı memarlar yetişdirək. Ümumiyyətlə, memarlıq çox kompleks bir elmdir və nəzərə alsaq ki, texniki prinsiplər, konstruktiv prinsiplər ölkədən ölkəyə çox fərqlənir. Bizim üçün çox önəmlidir ki, bizim tələbələr və alimlər getsinlər və başqa ölkələrin təcrübələrindən bəhrələnib qayıtsınlar. Yəni ki, onlar gələndən sonra bu da bizim gəlirimizdir, belə deyək də. Onlar gələndən sonra bizim universitetimizdə qalırlarsa, müəllim olaraq, PhD tələbələr olaraq, bizim üçün çox böyük bir plusdur, universitet olaraq. Və sizi bir daha təbrik edirəm və uğurlu gənclərimizlə söhbətimizə davam edəcəyik. Mən istərdim hazırda yeni yetməmizə söz verək, çünki ondan bir musiqi ifası alacağıq. İbrahim, xoş gəlmişsən Maqın studiyasına. Sən ilk öncə özünü təqdim et.
Adım İbrahim Nəsrullayev. Mən ilk öncə çox təşəkkürümü bildirirəm sizə məni bu verilişə dəvət etdiyinizə görə və mənə verilən bu fürsətdən istifadə edib cənab nazirimiz Azad Rəhimova öz dərin təşəkkürümü bildirirəm. Çünki onun sayəsində mən Amerikanın Los Angeles şəhərində Hollywoodda keçirilən 17-ci Ümumdünya Musiqi Olimpiyadasında Azərbaycanımızı təmsil etdim və oradan 4 medal ilə vətənə qayıtdım. Bunların 3-ü gümüş medal və biri bürünc medaldır. Orada 54 ölkə iştirak edirdi. Hamısı da biz bildiyimiz kimi böyük nümayəndə heyətləri ilə, amma mən özüm tək Azərbaycanımızı təmsil edib və oradan 4 medal ilə vətənə qayıtdım. Qürur duyuruq sənə İbrahim və ümumiyyətlə sən musiqi həvəsin necə yaranıb? Hələ çox yeniyetməsən və bu sənin artıq karyerana çevrilib mən bilən, elə hiss olunur. Əslində musiqi həvəsi məndə 3 yaşından yaranıb. Sonra valideynlərim məndə bu istedadı görəndən sonra məni bu yönə doğru olduğumu kəşf ediblər. Və mən vokal sənətini özüm çox sevirəm. Tək klassika yox, həm də bir çox janrlarını çox sevirəm. Misal üçün pop, caz və s. kimi janrlarda ifa etmişəm. Bu qədər. Çox gözəl, səni də təbrik edirik İbrahim. Səndən musiqiyi pas alacağıq, amma bir uğurlu gəncimizlə də tanış olduqdan sonra elə isə xanımımıza söz verək. Buyurun özünüzü və sahənizi təqdim edin, zəhmət olmasın. Aysel Kərim, Bakı Musiqi Akademiyasında təhsil alıram. Birinci kursda musiqişünaslıq üzrə. Eyni zamanda Slavyan Universitetində yaradıcılığımla bağlı təhsil alıram. Asef Zeynallı adına Musiqi Kollecinin məzunuyam. Yazıçılar Birliyinin üzvüyəm və Bir Ovuc Yağış adlı şeir kitabının müəllifiyəm. Hal-hazırda yeni kitab üzərində çalışıram. Yəni mükafatlar nə qədər çoxaldıqca insanın yaradıcılığına yəqin ki, hər sahəyə yönəldikcə mükafatlar alırsınız və bu qədər universallaşırsınız. Vaxtınız heç qalırmı bu qədər işlər görürsünüz? Heç istirahət edirsiniz? Edirəm, əlbəttə ki. Aha, çox maraqlı. Vaxt tapıram hər şeyə. Yəni ki, belə daha sonra... Hətta bizə də bir deyəsən kitab gətirmişsiniz. Kitab, bəli, sizə gətirmişəm. Bir ovuc yağış. Bir ovuc yağış. Aha, bəs Nazirliyin mükafatına layiq görülmüşsünüz? 2013-cü ildə uğurlu fəaliyyətimə görə Gənclər və İdman Nazirliyinin mükafatına layiq görülmüşəm. Buna görə də çox şadam və dərin təşəkkürümü bildirirəm Yazıçılar Birliyinə və Gənclər və İdman Nazirliyinə. Kitabı mən istərdim daha yaxından izləyim. Təşəkkür edirəm çox. Aysel Kərim, Bir Ovuc Yağış. Çox maraqlı görünür. Bunu mütləq oxuyacağam. Təşəkkür edirəm sizə gətirdiyiniz üçün. Mən istərdim sizə də yenə qayıdacağıq. Növbəti xanımımızla tanış olaq. Çünki gentleman bəyəfəndimiz bizi gözləyə bilər. Salam. Əvvəla təşəkkür edirəm Xəyalə xanım sizə. Mən Xəyalova Xuraman, Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun həm dissertanturada təhsil alan tələbəsi, həm də böyük elmi işçisiyəm. Biraz sahələr burada müxtəlifdir, incə sənətdir, musiqidir. Bunlar özlərini daha çox biruzə verən sahələrdir, amma elm sahəsi kənardan biraz soyuq görünən, amma nə üçün sualına cavab verən bir sahədir. O sahə üzrə 2013-cü ildə elmi fəaliyyətimə görə, mükafatlandırıldığıma görə Gənclər və İdman Nazirliyinə dərin təşəkkürümü bildirirəm. Həqiqətən elmə diqqət ayrılmaq, həm də gənclik sahəsində elmə diqqət ayırmaq, böyük diqqət tələb edir bizim sahə və bizi də diqqətdən kənar qoymadıqlarına görə minnətdarıq. Həmçinin mənimlə bərabər digər akademiyanın həm torpaqşünaslıq, həm də kimya problemləri institutundan 2 nəfər də bu mükafata layiq görülüblər və istərdik ki, həmişə belə mükafatlar olsun. Bu bizim üçün bir stimuldur. Artıq uğurlarımızı aldıqca biz də fəxr edirik. Yəni bunun nəticəsini də görürük. Çox sevinirik. Gördüyünüz kimi əziyyətinizin bəhrəsini görürsünüz, yerdə qalmır. Bu sizə xüsusi bir stimul verir əminəm. Düzdür, mən İbrahimə demişdim, bir gənc tanış olduqdan sonra musiqiyi pas alacağıq. Amma bir gəncimiz daha qalıb. Onunla tanış olaq. Sonra biz zövqlə sənin ifanı dinləyəcəyik. Buyurun, özünüzü təqdim edin və sahənizi təqdim edin. Kazımov Akşin. Çox gözəl. Rəssamam. Əzim Əzimzadədən rəssamlıq kollecini bitirmişəm. Ondan sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişəm. Dünyanın bir çox ölkələrində beynəlxalq sərgilərdə iştirak eləmişəm və nailiyyətlərlə geri dönmüşəm hər zaman. Məsələn, ən son nailiyyətin nə olub beynəlxalq sərgilərdə?
Beynəlxalq sərgidə Türkiyədə Dolmabağça Sarayında Heydər Əliyevin 90 illiyinə aid sərgi keçirilirdi. O sərgidə birinci yer mükafatı, yəni qızıl medalına görə döndüm. Aha, və bu qədər nəticələrdən sonra Gənclər və İdman Nazirliyinin mükafatına layiq görüldün Akşin. Sənin üçün də gözlənilməz oldu, yoxsa əmin idin ki, belə də olacaq? Yox, sözsüz gözlənilməz oldu, çünki o qədər minlərlə Azərbaycanda gənc rəssamlar var. Onların içindən sözsüz ki, tək məni seçib və başqa digər 2 rəssamı seçib mükafatlandırmaq böyük şeydir mənim üçün. Doğrudan da çox gözəl hisslərdir. Siz danışdıqca mən belə qürurlanıram və təbii ki də çox, necə deyim, həvəslənirəm ki, yaxşı işləmək lazımdır ki, ən azından bir neçədən sonra mən də bu mükafata layiq görülə bilərəm. Niyə də yox? Buyurun Səmaya xanım. Verilişin və sizin bir demək olar ki, ən pozitiv verilişinizin tərəfi ondan ibarətdir ki, sizin həmişə verilişdə çox uğur qazanmış gənclər olur. Mən baxıram da hər dəfə xaricdə təhsil alıb gələn gənclərlə müsahibədən sonra, bax bu cür uğur qazanan gənclərlə müsahibədən sonra siz hər dəfə belə deyirsiniz, mən də istəyirəm. Mən də istəyirəm. Mən də xaricdə oxumaq istəyirəm. Mən də bu mükafatı almaq istəyirəm. Bu əslində sizin üçün də böyük bir stimuldur. Bəli, əlbəttə ki, mən heç bir sahədə yox, məhz idman sahəsində uğurlarımı gözləyirəm. İnşallah olacaq, niyə də yox. Və İbrahimə söz verdiyimiz kimi onun gözəl ifasını alırıq. Azərbaycan adlanır, səhv etmirəmsə İbrahim. Bəli. Buyur. Halal olsun İbrahim. Təşəkkür edirik bu cür ifa üçün. Sən doğrudan da mahnını elə yaşadın ki, yəni mən burada necə deyirlər, adamın tükləri biz olur, o qədər hiss edir vətənə, Azərbaycana sevgisi daha da artır. Təşəkkür edirəm bir daha, söz tapmıram yəni deməyə. Siz söz tapırsınızsa deyə bilərsiniz. Biz də onunla bərabər çalışırdıq. Yaşadık. Biraz sözünü eləyirdi xanım. Çox gözəl, uğurların davamlı olsun. Bir gün səni ayrıca Magda gözləyəcəyik. Gənclərlə təkcə yeniyetmə sənlə söhbət eləyəcəyik. Görək, başqa nə istedadlarım var. Əminəm ki, sənə söhbətə doyum olmaz. Mən istərdim ki, söhbətimizə qaldığımız yerdən davam edək. Səmaya xanım sizinlə. Çünki az öncə sürprizimizi açıqladınız. Dediniz ki, artıq Quba Gənclər şəhəri elan olunub. Mən istərdim bu haqda
haqda daha da ətraflı və geniş şəkildə söhbət Ümumiyyətlə, belə demək olarsa, bu Gənclər Paytaxtı bizdə mən bayaq qeyd elədiyim kimi 3 ildir keçirilir. Birinci dəfə Gəncə qalib gəlmişdi, ikinci dəfə Belasuvar qalib gəldi və bu dəfə Quba qalib gəldi. Əslində, belə demək olarsa, bu çox məsuliyyətli bir məqamdır. Çünki bir il ərzində bu paytaxt seçilir, Gənclər Paytaxtı seçilir və bu bir il ərzində gənclərin stimullaşdırılması üçün, onlar üçün tədbirlər keçirilməlidir, orada layihələr həyata keçirilməlidir və bu şəhər belə demək olarsa gənclərin bir araya toplayan mərkəz şəhərlərdən biri olmalıdır. Amma biz bu il bayaq qeyd elədiyim kimi bir qədər fərqli bir yanaşma oldu bizdə. Çünki əvvəllər bütün şəhərlər, bütün rayonlar namizədliklərini irəli sürürdülər və bizdə belə bir web page var idi ki, gənclərpaytaxtı.az. O sayta daxil olurdular və səs verirdilər və qalib şəhər seçilirdi. Amma biz baxdıq ki, məsələlə şəhər var ki, onun ərazisi mi deyim, ümumiyyətlə bu əsas standartlara cavab vermir və burada gənclərin bir araya toplaşması üçün bəlkə mərkəzlər yoxdur, bəlkə şərait yoxdur. Ümumiyyətlə neçə şəhər öz namizədliyini 25 şəhər öz hardasa bir 15-dən yuxarı idi. 20-yə yaxın şəhər öz namizədliyini vermişdi. Və biz bu dəfə qərara gəldik ki, 2 mərhələdən ibarət olsun. Birinci mərhələ ondan ibarət olur ki, şəhərlər namizədliklərini iləri verir və biz bu şəhərlərə xüsusi komissiya baxır. Onların bu standartlara, bu belə demək olarsa tələblərə cavab verə bilmək imkanı var ya yoxdur. Və bunlar birinci mərhələni keçən şəhərlər artıq səsvermə yolu ilə seçilir və bu dəfə Quba qalib gəldi. Və Quba, bəli, bizim Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev Qubanın Gənclər və İdman İdarəsinin rəisinə Gənclər Paytaxtının açarını təqdim elədi. Necə hisslər, sevindilər var, hər halda çox. Bir masada oturmuşdular, bütün Qubanın belə demək olarsa Gənclər və İdman İdarəsinin nümayəndələri idi və hamısı belə sevincək durdular ayağa. Açarı onların idarə rəisi qəbul eləyəndə hamısı belə zalda o dəqiqə hər kəs dedi ki, onlar Qubadan gələnlərdir. Çünki ayağa qalxmışlar və hamısı belə ürəklə alqışlayırlar, dedilər onlar Qubadan gələnlərdir. Hər halda onlar bu məsuliyyətin altından layiqincə qalxa bilərlər. Müsahibə də verirdilər, jurnalistlər də yaxınlaşdı. Mən də dedim ki, əslində bu müsahibənin arxasında çox böyük məsuliyyət durur. Bu açarın ümumiyyətlə ələ alınmasıyla da məsuliyyət başlayır. Təbrik edirik bütün Quba gənclərini və onlar da Magda gözləyirik ayrıca söhbətə. Əminəm ki, bu il siz də çox fərqlənəcəksiniz. Mən istərdim belə bir sual da ünvanlayım ki, hansı ki, hazırda aramızda sadəcə Nazirliyin mükafatına layiq görülmüş gənclər yer alır. Təəssüf ki, Prezident mükafatına layiq görülən gənclər aramızda yoxdur. Onlardan birini mən əminəm ki, siz çox gözəl tanıyırsınız. Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının sədri Şahin İsmailov. Bəli, çox gözəl tanıyır. Şahin müəllim ictimai, siyasi, bəli, gənclərin ümumiyyətlə dostudur və universitetlərdəki o tələbələrin, Tələbə Gənclər Təşkilatları İttifaqı ilə çox sıx əməkdaşlıq edirlər və mən buradan bütün o 6 gəncimizin 6-sını da bunlar ilk prezident mükafatçıları da onları təbrik edirəm. Biz də həmçinin təbrik edirik ürəkdən və mən istərdim ki, hazırda Gültaç xanımdan mahnı ifası alacaqdıq, onu reallaşdıraq çünki çox səbirsizəm. Buyurun Gültaç xanım, nə ifadə edəcəksiniz bizə? Əvvəlcə qeyd edeyim ki, İbrahim çox gözəl oxudu. Yəni onun yaşı mənimkindən az olduğuna görə mənə düşər onun haqqında yaxşı, xoş sözlər demək. Çox bəyəndim, təbrik eləyirəm. İbrahim gözəl Azərbaycanımızdan oxudu. Mən də Qubadan söz düşmüşkən Qubadan oxuyum da. Əla olar Gültaç xanım. Hədiyyə olsun bizdən sizə. Buyurun. Qubalılar üçün təbrik olsun. Qubanın ağalması, a gülüm yeməyə varaması. Qubanın ağalması, a gülüm yeməyə varaması. Yarım gələnə qalıb yaramın sağalması. Sevirəm sən mən, sən mən, sən mən, yarayaman. Sevirəm sən mən, sən mən, sən mən, yar. Təşəkkür edirik, bravo Gültaç xanım. Mən istərdim ki, belə bir musiqi ifasından sonra heç ara vermədən bir istedadımızdan daha qısa bir şeir alacaq Aysel xanımdan. Buyurun, elə bir ovuc yağış kitabından. Təşəkkür edirəm. Buyurun. Səni özüm üçün qorumuşam mən, bir gün ürəyimi duyasan deyə. Hər zaman yolunu gözlədiyimdən alüdə oluram qəmə, giləyə.
Buludlar ötüşər gülər göy üzü. Mənə əl eyləyər sabah rüzgarı, sənə ünvan seçim gecə gündüzü, isti nəfəsinlə gətir baharı. Səni özüm üçün qorumuşam mən, biləsən sevənlər sevilir necə, dəli küləklərin çıxıb əlindən, sənin varlığını duydum gizlicə. Oy, təşəkkür edirik. Çox gözəl. Gənclər, sizi bir daha təbrik edirəm və artıq verilişimizi sonlandırmaq məcburiyyətindəyik. Çünki 30 dəqiqəmiz yekunlaşır. Odur ki, gənclər, müasir Azərbaycan gəncləri möcüzələrə və gözlənilməz olan sürprizlərə hazır olun. Çünki gördüyünüz kimi studiyamızda əyləşən mükafatçıların əksəriyyəti demək olar ki, gözlənilməz olub onlar üçün bu xoş xəbər və sizin üçün də hər an belə bir sürprizlər ola bilər. Odur ki, gözləyin. Bəlkə də nə vaxtsa, niyə də yox. Hər gün saat 18:20-də MAQ izləməyə davam edin Azərbaycan televiziyasından və bizi Facebook səhifəmiz olan maksiv.az və YouTube kanalımız Maksiv Azərbaycandan izləməyə davam edin. Unutmayın. Bugün isə bu qədər. Hələlik.